Salam. Bugün alkanların davamını izah edəcəm. 201-ci testdən başlayırıq. Video başlamazdan əvvəl kanala abunə olsanız, video like atsaz sevinərəm. Başlayaq onda sualımıza. Deyir, birləşməmiz nədir? C4H9 bromdur. Molekulun deyir, ikinci karbon atomunun oksijen dərəcəsi -1-dir. Deyir, nə doğrudur? Molekulun üçlü karbon atomu var. Bu izobutil bromiddə ortadakı CH karbonu 3 karbona birləşir. Yəni 3 karbonla birləşir deyə bu üçüncü karbon atomu olur. Yəni üçlü karbon atomu var deməkdir. Bir doğrudur. Deyir 2 metil propenin H-bromla reaksiyasından alınırmı? Xeyr uşaqlar. Niyə? Çünki 2 metil propenda neçə karbon var? 4 karbon var. Ancaq H-bromla reaksiyasından alınmır. Çünki buradan deməli 4 butil bromid alınır. Bu səhvdir. İzobutil bromid alınmır yəni. Üçüncü nədir? Deyir, qələbinin spirtdə məxluq reaksiyasının 2 metil propen alınır. Bəli, düzdür. İzobutil bromidin deməli spirtli kalium OH və ya natrium OH reaksiyasından 2 metil propen alınır. 3-də doğrudur. Karbon zənciri şaxəli quruluşdur. Bəli, çünki izobutil quruluşundadır. İzobutil quruluşu da şaxəli quruluşdur deyə 5-də düzgün cavab oldu. Onda bizim düzgün cavabımız 1 düz oldu, 2 səhv oldu, 3 düz oldu, 4 səhv oldu və 5-də düz oldu uşaqlar. 4-də səhv oldu. Baxırıq 202-ci sualla nə deyir? Deyir 2 xlor üzərinə 2 natrium gəlinir, düzdür. N-heksan və 2 natrium xlor alınır. 2 Y xlorun üzərinə də 2 natrium gəlinir. N normal butan və natrium xlor alınır, düzdürmü? İndi baxın, X xlorla Y xlor üzərinə 2 natrium gəlinir. Z-lə 2 natrium xlor alınır. Deyir, Z maddəsi üçün nə doğrudur? İndi gəlin biz bunu yazaq buradan. 202-ci sualı. 2x xlor üzərinə 2 natrium gəlir. Normal heksan alınıbsa, heksan neçə karbon var? 6. S6 H14-dür, düzdürmü? Deməli, başda 3 karbon olub ki, biz bunun Würz reaksiyasında 2 dəfə artırıb 6 karbon. Deməli, başda buymuş, baxın, CH3, CH2 və CH2. Sonra bölünür bu şəkildə CH2, CH2 və CH3. Bax, bu bizim X-imizdir. Bu hissə bizdə olur nə? X. Baxaq, indi biz Y-ə. Normal butanda 4 karbon var. Deməli, başda 2 dənə götürüb. Baxın, başda 2 dənə götürüb. Yəni, bu şəkildə olur. CH3, CH2, CH2 və CH3. Bunu da yenə bu şəkildə. Deməli, bax, bu hissəmizdə bizdə nədir? Y-dir. Z nə deyir? Deyir, X xlorla da Y xlor toplayır. Üstünə də 2 natrium gəlir. Z alınır və 2 natrium xlor alınır. X-imiz buydu, Y-imiz buydu. Onda Z-imiz nə olur uşaqlar? Z-imiz, yəni bu ikisini birləşdiririk də, düzdür. CH3, CH2, CH2, CH2 və də CH3. Yəni, X-dən Y-i birləşdiriblər də Z alıblar. Bax, bu hissədə oldu bizdə Z. Yəni, adı da oldu normal pentan. 5 karbonlu pentandır, düzdür və şaxəsiz quruluşludur. Nə deyir? Normal pentandır, bəli.
Maye halıdır, bəli, çünki birinci, dördüncü karbonumuz 1-4 arası, yəni metandır, etandır, propandır, butandır, bunlar qazdır, ancaq 5-ci 15 karbon arası mayedir. Molekulunda 16 hibrid orbitalı var. Hibrid orbitalı 4n ilə tapılır. Pentanda C5 H12'dir. 5'i 4'e vuram 20 ilə, ona görə 3 səhvdir. Qaz salında da xeyr maid dedik. Molekulunda 14 karbon hidrogen sigma rabitə var. Karbon hidrogen sigma hidrogen saydı. Yəni 12 dənədir. Bu 5 də səhvdir. 6-ya baxırıq. Molekulda cəmi 16 sigma var. Bəli, çünki atomlardan bir vahid azdır. 5 ilə 12-ni toplayırıq 17, bir də çıxırıq 16. Düzgün cavabımız 1-dir, 2-dir və 6-dır. Baxaq. Baxırıq 203-ə. 203-də deməli yuxarıda görürük CH3, CH2, CH2 xlor, aşağıda görürük CH3, CH xlor və CH3, CH, CH3 xlor. Üzərinin altına natrium gəlib, natrium xlorları əlbəttə götürür. Natrium xloru alınır və X alınır, Y alınır, Z alınır. X, Y, Z maddələrini deyir, müəyyən edin. X maddəmiz bir bu radikal, yəni buna məsələn biz bir A radikalı desək, buna bir B radikalı desək, bu ya A'nın A'dan özü alınacaq, ya B'nin B'dən özü alınacaq, ya da A'nın B'ni götürüb hərəsindən bir dəfə yazmalıyıq. O şəkildə. Buranı silirəm mən. Silək buranı bir dənə. Bax, birinci yaza bilərik ki, nə yazarıq birinci? Yazarıq CH3, CH2, CH2, yine CH2, bir dənə də CH2 və CH3. Gördünüz, bax, buradan böldüm, eynisini yazdım. A kimi. Bu birinci halda ola bilər. Yəni bu deyək ki X-dır. Aha. Deyək bu bizdə olsun X. İndi gəlin Y-ə baxaq. Y-imiz də deyək məsələn ikincinin də özündən yazaq. Yəni B-dən də yazaq. Yazaq CH3, CH, CH3. Bura bir dənə CH, aşağı bir dənə CH3, sağa da yenə bir dənə CH3 gördünüz. Bunu yarıya böldük. Bu da B'dəndir. İndi Z-i yazıram. Z-də də bir dənə A'dan götürək, bir dənə B'dən götürək. A'dan götürürəm, yazıram. CH3, CH2, CH, CH3, sonra yazaq. Yine CH, deməli yazırıq ki CH3, düzdürmü? CH2 yuxarıdakini yazıram birinci, sonra CH2 bir dənə də, indi aşağıdakini yazacağım, yəni B'dən yazıram indi. Yazırıq CH, aşağıya bir dənə CH3, sağa da bir dənə CH3. Bu da bizim Z maddəmiz. Şimdi adlandırmalıyıq. Görək hansılar. Fərqi yoxdur. Yəni X, Y, Z və yaxud da bu da Y ola bilər də, bu X ola bilər də. Bu fərqi yoxdur. Yəni sadəcə biz alınan ehtimalları deyirik. Düzdürmü? Bax, bir bunu götürərik. 2, 3 dimetil butan. Baxın 1, 2, 3, 4. 2, 3 dimetil butan. Bu nə oldu? Bu Y oldu. Bir götürərik dördüncünü normal heksan. Baxın bu birinci normal heksandır. 1, 2, 3, 4, 5, 6. Bu oldu bizdə X. 1, 2 metil, 5 pentan. Bax 1, 2,
ikincidən metil çıxır və əsasən 5 karbon var. Bu da oldu bizdə Z. Deməli, bu biz götürdük 1, 4 və 5-i. İndi baxırıq 204-cü suala. Deməli ki, 204-də deyir CnHgen plus 2 CnHgen plus 2 CnHgen plus 2 formula malik qazın 2 tam %24 litrin kütləsi 5-18 qram olarsa eni müəyyən edir. Baxın, 2 tam %24 litri 5-8'dirsə, onda biz 1 molu 22-4 litrdir. 22-4 litrimizə də deyək, ümumi formulu neçədir bunun emeri, yəni alkanların 14N plus 2. Düzdürmü? Buradan da enimiz eləyir 4. Yəni C4H10'ymuş. Cavabımız da elədir 4. Bizdən zaten eyni istəyir. İndi baxaq 205-ə. 205'te de deyir ki, karbonun kütlə faizi 80%'dir, düzdürmü? Karbonun kütlə faizi 80% olan alkanın 0,2 molun kütləsi neçə qramdır? Baxın, 12N'dir. Bax, formulumuz burada. CnH2n plus 2. Burada karbon emeri neçədir? 12N, düzdürmü? Karbon öz kütləsi 12, şəxsində N 12N. 12N yəni 80%'dir. 100% də ümumi emerdir, yəni alkanın ümumi emeri. O da əlbəttə ki 14N üstəgəl 2'dir, düzdürmü? Buradan da enimiz eləyir 2. Yəni C2H6 üstünü 2'yə vurub üzərinə 2 gəlirik. Kütləni tapmaq üçün nə edirik deməli? Deyir 0,2 molun kütləsi, düzdürmü? Yəni kütləni tapıb 10'da 2'yə vurmalıyıq. Kütləsi 2, 12'ni 2'ye vururuq. 24. Üstünə də 6 gəlirik. Elədi ümumi kütlə 30. 0,2 molunu deyir deyə 0,2'ye vururuq. 10'da 2'ye vururuq. Bu da eləyir 6. Deməli cavabımız deyir neçə? 6. Baxaq 206'ya. Deməli bizə deyir maddəmiz alkandır. Yəni CnHgen plus 2'dir. Kütləsi 12 qramdır. Yanma istiliyi 372 kilojoule bölmə oldu. Tam yanması zamanı da ayrılan istilik miqdarı kilojoule 148'dir. Düzdürmü? Hı. 148'dir. Maddə molekulunda karbon, hidrogen, sigma rabitələrinin sayını müəyyən edin deyir bizə. Ümumiyyətcə alkanlar ümumi kütləsi nə qədərdir? 14N plus 2, düzdürmü? Onda biz yazarıq ki 14N üstəgəl 2 kütləsi neçədir? 12'dir. Yanma istiliyi nə qədərdir? 372'dir. 14N plus 2'yə 372 kilojoule yanma istiliyidirsə, bəs burada kütləsini verib 12. 12'yə də nə qədərdir? 148,8. Bu 372 1 mol əsasendir. 1 mol əsasen. Ona görə yazdıq ki 14N plus 2 372'dir. Amma 12 qrama bu 148,8 uyğun gəlir. Buradan enimiz eləyir 2. Yəni formulumuzda yerinə qoysaq C2H6 eləyir, düzdürmü? İndi bizə deyir ki karbon, hidrogen, sigma rabitə sayını tapın. Karbon, hidrogen, sigma rabitə elə hidrogenin sayı qədər olur. Yəni hidrogenimiz nə qədərdir? 6. Yox, əgər desə karbon, sigma rabitə, onda karbondan birini çıxardınız. 2'dən 1 çıxardınız, 1 deyərdiniz. Yox, əgər desə ümumi sigma rabitə, onda 6 ilə 2'ni toplayardınız. 8, birini çıxardınız, 7 deyərdiniz. Bizə karbon, hidrogen, sigma deyir, elə hidrogen sayını götürürük. Baxaq 207'yə. Nə deyir? Deyir molekulunda karbon atomlarının sayı 1'li 6 dənədir, 2'li 1 dənədir, 3'lü 2 dənədir, 4'lü də 1 dənədir.
Və biz ona əsasən bir alkan çəkməliyik və alkanın emerini də tapmalıyıq. Bax, 6 dənə birli karbon olmalıdır. Bir dənə dörtlü, 2 dənə də üçlü. Bir dənə dörtlü çəkirəm. Bu bir dənə dörtlüdür. Düzdürmü? Sonra 2 dənə üçlü olmalıdır. Yəni bax, bu üçlüdür bizdə. 2 dənə çəkək. Aha. İkili də bir dənə olmalıdır. Burada yazıram. Bu da məsələn ikilimiz olsun. İndi qalanlarını gəlin tamamlayaq. Bax, bura bir dənə CH3 yazaraq. Bura bir dənə CH3 yazmalıyıq. Bura bir dənə CH3 yazmalıyıq. Bura bir CH3. Bura bir CH3. Neçə dənə birlimiz oldu? 1, 2, 3, 4, 5. Burada bir dənə CH3 tamamlayırıq. Oldu 6 dənə birli. Bunları tamamlasaq, bura H yazılır. Burada H yazılır. İndi baxın, neçə karbon oldu uşaqlar? Gəlin sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Deməli, C10 alkandır da axı. Alkansa heç hidrogen saymağa ehtiyac yox. 2-yə bunun üzərinə 2 gəlin. 2-yə vuruq 20, üzərinə 2 gəlir 22. C10H22. Bunun da emeri eləyir 142. Nətər tapdıq? Onu öz kütləsi 12-yə vururuq, eləyir 120. 22-nin də öz kütləsi 1-ə vururuq, eləyir 22. Düzdürmü? Bu da eləyir 142. Cavabımız delərdir 142. Baxaq 208-ə. 208-də nə deyir? Deyir 16 qram CH4 və 8 qram hidrogeni ibarət qaz qarışığını tam yandırmaq üçün neçə litr oksigen tələb olunur? Deməli 16 qram bizə CH4 və 8 qram hidrogen deyir. Düzdürmü? 16 qram CH4 1 mol CH4 deməkdir. Bəs 8 qram hidrogen nə deməkdir? 8 də biz 8 mol da hidrogen deməkdir. Düzdürmü? Hidrogen H2-dir. Deməli biz onda 2-yə bölərik. O da 4 mol eləyər. Düzdürmü? Deməli 1 mol CH4 və 4 mol da H2-miz var bizim. CH4 1 mol. H2-miz də tapdıq ki 4 mol. 4-ə 2-yə böldük 8 elə də 4 mol. Düzdür? 1 mol CH4 yanında 2 mol oksigen sərf olunur. Ona görə bura yazıram 2O2. Bir H2-yə də baxın 2H2 üzərinə gəlirik O2 alınır su. Düzdürmü? Bu da suyun alınmasıdır. 2H2-yə bir oksigen lazımdırsa əgər, bax 2-yə bir oksigen lazımdırsa əgər, birinə də 0,5. Düzdürmü? Deməli 1 mol hidrogenə 0,5 mol oksigen lazım olur. Burada yazdım 0,5 mol O2. Bu 1 mola görədir. Baxın, bunlar 1 mola görədir. İndi bizdən CH4 zaten 1 molunu soruşur. 1 molan da 2. Yəni, mən 1-i vuraram 2-yə, eləyər bu 2. Burada 4 mola görə soruşur. 4-ü də vuraram 0,5-ə, bu da eləyər 2. İndi ümumi neçə mol oldu? 4 mol O2-miz oldu. Molla istəyir, litrlə istəyir. Onda 4-ü də vuraq 1 mol həcmimiz 22,4 litrdir. Düzdürmü? 4-də 22,4-ə vuranda eləyir 89,6 litr. Cavabımız delədir 89,6 litr. İndi baxaq biz 209-a. Zaten 209-da həmin qaydadır. Bir dənə buranı silim ondan mən. İndi yeni deyir bizə 10 mol CH4. Düzdürmü? Buraya yazaq 10 mol.
CH4-ümüz 10 moldur. Hidrogen də verib 2 mol. Elə özləri verib bizə 2 mol. Yenə deyir neçə mol. İndi buradan molla soruşur artıq bizdə. Bir hidrogenə 0,5 mol sərf olunursa, 2 mol hidrogenə də elə 1 mol. Bax, 2-yə 1. Deməli, oksigenimiz burada oldu 1. CH4-də 1 CH4-də 2 oksigen idisə, ona da 20 olar. Bax, bu 1 moldur. Bu da 20 mol oksigen oldu. Düzdür? 1 mol və 20 mol. Yəni, ümumi oldu bizdə 21 mol. Cəmi oldu 21 mol. Baxaq 210-a. Deyir karbonun kütlə payı 80% olan alkan molekulunda alkan molekulunda neçə karbon atomu var? Karbonun kütlə payı, alkanların ümumi formulu necədir? CnH2 plus 2-dir. Karbonun kütlə payı da 80%-dir. Karbonun kütlə payı ümumiyyətcə karbon 12N-dir. 12-ni vururuq aşağısındakı N-ə, eləyir 12N. Yəni deyir bu 12N karbonun kütləsi 80%-dir. Kütlə payı 80%-dir. Onda 100%-imiz də ümumi kütlə. Alkanın ümumi kütləsi də onda 14N üstəgəl 2-dir. Buradan N'imiz eləyir 2. Deməli, onda ümumi formumuz alkanda olur. C2H6. 2-yə vurub üzərinə 2 gəlirik. Bizə nə istəyir? Neçə karbon atom var? Karbonumuz da oldu neçə? 2. 210-da cavabımız elədi 2. Baxaq 211-ə. Deməli, bizə deyir 2,24 litr. Metalın xlorlaşmasına 12,32 qram tetraxlor metan alınmışdır. Məhsulun çıxımını faizlə hesablayın deyir. Deməli, burada tetraxlor nə deməkdir? Yəni 4 xlor demək. Tetra 4 deməkdir. Baxın, yazıram metan, üzərinə gəlirəm 4 xlor. Tetraxlor metan alınmışsa, deməli 4 xlor reaksiyaya girib ki, tetraxlor alınıb. Düzdür, tetraxlor metan alınıb. 4 xlor 2 alınır. Burada 4 xlor girmək, yəni bu hidrogenin 4-də bu 4 xlorun əvəz olunub deməkdir. Yəni C xlor 4 olur. Bunu səliqəli yazaq. Dəqiqə. Olur nə? C xlor 4. Və burada qalan 4 xlor bu 4 hidrogeni götürür, 4 dənə də H xlor alınır. Bu öz qaydasında əmsallaşdırırıq. Zaten əmsallarımız da düzgün yazılıb. İndi baxın, nə deyir? Deyir 2,24 litr metan. Metanın başına yazdım 2,24 litr. Bunu burada yaza bilərik. Yəni yazaq aşağıdan 2,24 litr metanın xlorlaşmasına bilmirəm nə qədərdir. Ancaq 22,4, yəni bu CH4 burada 1 molda. 1 molumuzda 22,4 litr həcm daxil. 22,4 litr həcmə isə deməli 154 qramdır. Baxın, C xlor 4 burada verib 154. 154 qramdır. Çünki 1 molumuz 154 qramdır. Reaksiyada 1 moldur. X-ımız da buradan eləyir 15,4 qram. 15,4 qram tapdıq. Nəyi? C xlor 4-dür. İndi davamına baxın. İndi bizə deyir ki 12,32 qram alınır. Biz axı 15,4 tapdıq. Bu bizim tapdığımız tamdır. Yəni bu 15,4 tapdığımız bizimki düzdür. Yəni bizimki 100%'dir. Bax, 15,4 tapdığımız biz reaksiyadan. Bu 100%'dir. Amma sən deyir 13,132'dir. Bəs 13,132 necə faizdir? Onu tapaq. Bu da eləyir x faiz. X-ımız da buradan eləyir 80%. Deməli bizim çıxımımız nə qədər imiş? 80% imiş. Cavabımız elədi 80. 212 də həmin qaydadadır. Burada yəni lövhəni silək yenə çıxım məsələsidir. Yenə həmin reaksiyadır. İndi yenə deyək ki 15,4 qram tetraxlor metan almaq üçün neçə qram xlorun metanla reaksiya daxil olduğunu hesablayın. Reaksiyanın praktik çıxımı da 80%'dir. Aha, yenə biz yazırıq ki 80%'ə
Əgər 15.4 qramdırsa, bəs 100% neçə qramdır? X. X-imiz buradan eləyir 19,25. İndi biz reaksiyamızı yaza bilərik. Yazırıq CH4, üzərinə gəlirik 4 mol xlor 2, alınır C xlor 4 və 4 mol H xlor. İndi biz tapdıq 19,25 C xlor 4. Düzdürmü? Bunun başına yazdım, C xlor 4-ün başına yazdım 19,25. 19,25-ə bizə deyir ki, neçə qram xlor. Bizdə neçə qram xlor istəyir. Bilmirəm neçə qram xlor. X yazdım. Amma reaksiya C xlor 4-ün kütləsi 1 moldur. O da 154-dür. Ona görə aşağıdan da yazdım 154. 154 qrama da 4 mol xlordur. Bax 4 mol xlor. Yəni 4-ü də 71-ə vururuq. Eləyir 284. X-imiz da buradan çıxır 35.5. 35,5. Deməli, qramını tapdıq ki, 15 qram tetraxlor metan almaq üçün 35,5 qram xlor metanla reaksiyaya daxil olmalıdır. Praktik çıxım 80% olarsa. Baxaq 213-ə. Aha, karbohidrogenimiz. Bunları burada yazacağım. Aha. Karbohidrogenimiz alkandır. Molekulun neytron sayı 12 olarsa hidrogen atomlarının sayını tapın. Alkan-alkan test formulunu yazırıq. CnH2n plus 2. Alkanlarda neytron sayı 6n. Çünki hidrogende neytron yoxdur. 6n bərabər edirik 12-yə. Elimiz yaldır 2. Deməli formulumuz nəymiş? C2H6'ymış. Hidrogen atom sayı da oldu 6. Baxaq 214-də. Proton sayı. Yenə formulumuzu birinci yazırıq. Aha. Proton sayıda bu verilən 6 bir hərəsinin öz proton sayını göstərir. 6 burada proton varsa 6-nı nə vuraq 6n. Bir dənə də hidrogende varsa 2n plus 2-ni də birə vuraq 2n plus 2. Bu deyir 8n üstəgəl 2. 8n üstəgəl 2 bərabərlik 18. Aha, enimiz də elədi 2. Formumuz yenə oldu nə? C2H6. Hidrogen atomlarının sayı da oldu 6. 215'də neytron sayı yenə dedik 6n. Düzdürmü? 6n bərabərlik 12'yə, enimiz olur 2. Formulumuz da nəymiş? C2H6. Karbon sayını istəyir, karbon sayı da oldu 2. Daha 216. Neytron sayı yenə 6n. 6n bərabər 18'ə, enimiz bərabər oldu 3'ə. Formulumuz oldu. Deməli C3H8. Nə deyir? Karbon, hidrogen, sigma. Karbon, hidrogen, sigma elə hidrogen sayı qədər. Yəni 216'da da olacağımız neçə? 8. Aha, indi baxın. Karbon, karbon, sigma rabitələrinin sayı 2'dirsə, həmişə karbon-karbon rabitə sayı ümumi karbon sayının bir vahid azıdır. Yəni deməli karbonumuz onda 3'üymüş. Karbon da 3'sə hidrogen də olur H8. Protonların cəmi. Karbonda 6 proton var. 6'nı 3'ə vuraq, eləyir 18. Hidrogeni bir dənədir. Biri də 8'ə vuraq, 8. 18-dən 8 gəlirik, eləyir 26. Cavabımız elədi 26. 218'də. Deyil 1 molunun tam yanmasından əmələ gələn suyun kütləsi. Əgər 1 molunun yanmasından əmələ gələn suyun kütləsi 72 isə, suyun da öz kütləsi 18. Deməli 4 mol əmələ gəlir. Düzdür? Yəni biz 72-ni 1 mol suyun kütləsi 18'ə bölürük. Eləyir 4 mol nə? Su. H2O. Biz bilirik formulumuz alkanlarda CnH2n plus 2'dir və yanında burada n plus 1 qədər su alınır.
ki, n+1-i H2-nun ayağında 2-2-yə vuranda 2n+2 eləsin. İndi n+1 mol su, bizə 4 mol su tapdıq. Deməli, n+1 bərabər eləyir onda 4-ə. N'imiz də buradan çıxır 3. Deməli, ümumi formumuz nə imiş? C3H8 imiş. Bizdən nə istəyir? Alkanın molekul kütləsini tamam. 12-ni 3-ə vururuq. Eləyir 36. Üzərinə də 8-i gəlirik. Eləyir 44. Cavabımız da necə? 44. Baxaq 219-a. 219-da. Deyir 5 litr etanın tam yanmasına oksigenlə zənginləşdirilmiş 50 litr hava sərf olunmuşsa, bu havada oksigen həcm payını faizlə hesablayın. Deməli, etanı yazıram, C2H6, düzdürmü? Yandıram, yəni üzərinə oksigen gəlirəm. Nə olunur? Karbon qazı su. Sonra əmsallaşdırma aparırıq. Bura 2 düşür, bura 7 düşür, bura 4 düşür, burada 6 düşür. İndi nə deyir? Deyir, 5 litr etanın tam yanmasına 50 litr hava sərf olunmuşsa, düzdür? 2 litrinə 7 litr sərf olunmuşsa, 5 litrinə bəs nə qədər sərf olunar? Bu litrdir, bilmirəm, x. X da buradan eləyir, bax, belə, 2-yə 7-sə 5-ə x, x da buradan eləyir 17,5. 17,5-dir O2. Düzdür? 17,5-in də 17,5-də uşaqlar biz desək ki, bax, deyir 50 litr havada 50 litr hava sərf olunmuşsa, düzdür? Yəni 50 litr elə 17,5-dirsə, biz 17,5 50-yə bölərik, havadakı həcmi tapırıq da. 17,5 ümumi havaya 50 litrdirsə, 50-yə bölərik, vurarıq 100-ə, bu da eləyər 35. 35. Deməli, neçə faiz elədi? 35. Cavabımız elədi 35. Bax, 220-yə. Bu da həmin qayda ilədir. Yenə də izah eləyək. İndi metanı yazmalıyıq əlbəttə. Deməli, biz burada metanı yazmalıyıq. Yazırıq metan. Metan, yağma reaksiyası üzərinə oksigen gəlinir və alınır CO2 və nə? Su. İndi biz burada əmsallaşdırmanı aparaq. Bura 1, 2 düşür, burada 1, 2 düşür. Suyun qabağına və oksigenin qabağına 2 düşür. İndi 20 litr metan. Ona görə metanın başına yazdım 20 litr. Oksigen bilmirəm nə qədərdir. X-dir. Amma metan burada 1 olanda oksigen nə qədərdir? 2. Düzdürmü? Buradan X-imiz eləyir 40 litr. Yəni 1 mol CH4 oksigen 20 litrinə də X. X-imiz eləyir 40 litr. 160 litr havada nə qədərdir? Bəs 40-a bölürük əlbəttə ki. 160-a biri digər neçə hissəsi, yəni faizidirsə, əlbəttə ki, biz nə edirik? Bölməklə, yəni 40-ı 160-a bölməklə vurub 100-ə də vurub faizini tapmaq üçün hesablama aparıq. Bu da eləyir 25 faiz. 25 faiz. 221-ə baxaq. Deyir, eyni mol miqdarına götürülmüş metan, propan və butan qarışını yandıqda 64 litr CO2 alınır. Bu qarışın ümumi həcmini hesablayın. Baxın, bir deyir nə götürür? Bir metan götürür, yazdım metan. Bir propan götürür, yazdım propan. Və bir də butan götürür, yazdım butan. Və karbon qazını gəlin yazaq. Bir metan əlbəttə ki, bir dənə karbon varsa 1 mol CO2 alınır.
Propanda 3 karbon varsa 3 mol CO2 alınır. Butanda 4 karbon varsa 4 mol CO2 alınır. Düzdür? İndi gəlin x-lərlə qeyd edək. Burada x-dirsə elə bu da x olur. Bu yenə eyni mol miqdardır deyə üçünə də x deyirəm. İndi bu 1x-dən 1x alınır, burada 1x-dən 3x alınır, burada 1x-dən 4x alınır. Düzdür? Və sonda nə qədər CO2 alınır? 64 litr CO2 alınır. İndi biz də burada yazırıq. Yəni x üstə gəl 3x üstə gəl 4x. Bərabər eləyirik 64-ü. X da buradan çıxır 8. Bu qarşının ümumi həcmini hesablayın. Bax, bu da 8 oldu, bu da 8 oldu, bu da 8 oldu. 3 dənə də 8-imiz eləyir neçə? 24 eləyir. Baxaq 222-yə. Nə deyir? Deyir 2, 2, dimetil, 3, etil, heksan molekulunda birli karbon atomlarının sayı ümumi karbon atomlarının sayının neçə faizini təşkil eləyir deyir. Birinci yenə biz bunu yazmalıyıq, yəni çəkməliyik. Birinci heksan deyir, 6 dənə karbon düzməliyik. Heksanda 6 karbon var, yəni əsas zəncirdə 6 karbon var. Yazdıq. İndi deyir ikincidən 2 dənə metil çıxar. Birini üstdən çıxardıram, birini altdan çıxardıram. Və deyir üçüncüdən də etil çıxart, üçüncüdən də etil çıxardıram. CH2, CH3 qalanlarını da tamamlayırıq. Nə deyir? Karbon bu CH3'dür. Bu CH'dır. Bu CH2'dir. Bu da CH2'dir. Bu da CH3'dür. Baxın, nə deyir? Deyir ki, birli karbon atomlarının sayı. Bax, birli CH3'ləri götürürəm. 2, 3, 4 və 5. Birli karbonumuz elədi 5 dənə. Düzdür? Nə deyir? Ümumi karbonda sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Ümumi karbonda 10 dənədir. Vururuq bunu da 100-ə. 50, 50 faiz. Cavabımız elədi 50 faiz. 223'də yenə 2, 2 dimetil, 3 etil heksan deyir. Burada ikili karbonları soruşur artıq. İkili bax CH2'lərdə 1, 2 və 3 dənə CH2'miz var. 3'ü ümumi karbonumuzda 10'dur. Ona bölüb 100'ə vururuq. Bu da 50, 30 faiz. Cavabımız elədi 30 faiz. 224'də nə deyir? Deyir, bunu bir dənə silək yenə. Aha. Bir alkan tam yanması reaksiyasının qrafikinə əsasən onun molekulundakı atomların sayını hesablayın. Və bu kütləni göstərir. Yəni karbon qazının kütləsi A üstəgəl 60, hidrogen kütləsi də A qədərdir. Düzdür? Biz reaksiyamızı gəlin yazaq. İməkçi alkanların yanma reaksiyasının tənliyini yazaq. Bax, CnH2+2 bizim alkanımızdır. Alkanın üzərinə oksigen gəlirik. Alınır CO2 və nə? Su. Düzdür? Əmsallaşdırsaq, bura N düşür. Bura N+1 düşür. Bura N düşdü. Bura N+1 düşdü. Bura 3 N+1 bölü 2 düşdü. Bunları işarələyim ki, rahat seçilsin. İndi baxın. Bizə deyir ki, karbon qazı A+ 60'dır. Karbon qazının başına yazdım. Bunu fərqli rənglə yazaq, seçilsin. Karbon qazı nə qədərdir? A+ 60'dır. Su da A'dır. Suyun da başına yazdım A. İndi aşağıdan da öz kütlələrini yazaq. Karbon qazının kütləsi 44'dür. 44'ü N'ə vuraq, ilərsin 44. Necə tapdıq 44'ü? Karbon qazının emeri 44'dür. Yəni oksigen 2, 32, üstəndə 12 gəlirik 44. Su da əlbəttə ki
18n üstəgəl 18. 18n üstəgəl 18. Belə eləyəcək. Bu 44n a plus 60-a bərabərdir. Yazırıq. 44n bərabərdir nəyə? A plus 60-a. Burada isə 18n plus 18 bərabərdir a-ya. Düzdür. Gətirib a-da yuxarıda yerini qoyuruq. Yəni 44n bərabərdir. A-mız nə qədərdir? 18n plus 18. Üstünə də gəlirik 60-ı. Buradan n-imiz eləyir 3. Yəni ümumi formulusu nə qədər elədi? C3H8. Atomlarda 8-in 3 toplayırıq. Eləyir 11 uşaqlar. 225 də həmin qaydadadır. Gəlin yazaq. Bax bu hissəni silim. Aha. Burada isə bizə deyir A plus 112-dir karbon qazının kütləsi. Suda A qədərdir. Yəni həmin qayda ilə də silində. Baxın. Karbon qazı A plus 112-dir. Düzdür. Yuxarı yazaq A plus 112. Suyumuz nə qədərdir? A. Aşağıda karbon qazını tapdıq 44N-dir. Suyumuz da tapdıq 18N plus 18-dir. Düzdür. Yenə həmin qayda ilə 44N-imiz bərabər eləyir A plus 112-yə. Aşağıda da 18N üstəgəl 18-imiz bərabər eləyir A-ya. Gətirib yerinə qoyuruq. Yuxarıda 44N bərabərdir 18N üstəgəl 18 üstünə də gəl 112. Buradan N-imiz eləyir deməli 5. Onda gətirib yerinə qoysaq eləyir C5H12. Atomlarının sayını istəyir. 12 yəni 5-in cəmi 17 oldu. Baxaq 226-cı suala. 226-da görək nə deyir uşaqlar. Deyir karbohidrogenimiz alkandır. Tamam. Molekulundakı protonların sayı A-dır. Molekulundakı neytronların sayı da A-12-dir. Sigma rabitələrinin sayını tapdır. Sigma rabitələrin sayı X. Ümumi alkanın formulunu yazaq birinci. CnH2n üstəgəl 2. Molekula proton sayı A-dır. A-mız bərabərdir. Nə qədər idi alkanlarda proton sayı? 8n üstəgəl 2 qədər. Yaxşı. Neytron sayı da A-12. Neytron sayı nəyə bərabər idi? 6n. Burada tənliyi sadəcə həll eləmək lazımdır. A-nı yerinə götürək 8n plus 2 qoyaq aşağıda. 8n plus 2 çıxaq bu 12-ni bərabər eləyək 6n. 2n bərabərdir. Deməli 2n bərabərdir 10-a. N-imiz də bərabərdir 5 mola. N-imiz oldu 5. Ümumi formulumuz nə oldu? C5H12. Bizə nə istəyir? Sigma rabitələrin ümumi sayı. Sigma rabitədə ümumi atomların sayının bir vahid az. 12 ilə 5 toplayırsınız. 17, bir vahid az elədi 16. Cavabımız elədi 16. 227 də həmin qayda ilədir. Baxın, buranı da silək. Görək burada nə deyir? Burada isə yenə protonla neytronla danışır uşaqlar. Formulumuzu yazdıq CnH2n plus 2. Proton sayı A-dır. Onda A bərabərdir 8n üstəgəl 2-yə. Neytron sayı da yenə A-12 də bərabərdir 6n-ə. Bunu yenə tənliyi həll eləyəcəksiniz uşaqlar. N-imiz çıxacaq 5. Yuxarıdakı kimi yəni. C5H12 oldu. Düzdür. Yaxud gör nə istəyir? Kimyəvi rabitələrin əmələ gəlməsində iştirak edən orbital sayı. Deməli, ümumi formulumuz oldu C5H12-dir. Orbitalların sayı istəyir. Orbital sayı baxın 4n-dir. 1 oldu 4n. Yəni 4-ü 5-ə vuruq 20. Bir də ki, buradakı hidrogen sayı. Üstünə də 12 gəlirik. Elədi nə qədər? 32. Deməli, cavabımız da elədi 32. Baxaq 228-ci suala. Deyir, molekulunda karbon atomlarının oksidaşma dərəcələrinin cəmi birində
A-dır, birində A-6-dır. Molekuluna qeyri-polyar siqma rabitələrin sayı Z-lə T-dir. Düzdür, bizdən nə istəyir? T ilə Z-in fərqini. T ilə Z-in fərqi bilinmir nə qədər sual. Bu da A-dır, bu da A-6-dır. Buranı silək. İndi baxın. Uşaqlar, biz bunu izah eləmişdik ki, karbon atomunun oxlaşma dərəcəsi CH3 isə -3-dür, CH2 isə -2-dir, düzdür? -2. Atom fərqi də 6 qədərdirsə, A ilə A-6 qədər, deməli 6 qədər fərqi var da, düzdür? 6 qədər fərqi var. Biz burada deməli oxlaşma dərəcəmiz -2 qədər fərqlənir, CH2 qədər fərqlənir. CH2-də karbon oxlaşma dərəcəsi neçədir? -2. -2-də nəymiş kimi fərq 6 olub? 3 dənə CH2 qədər fərqlənir deməli. Və yaxud da CH3 olsa -3 olur, düzdür? Deməli biz əvvəli CH3-də, ortaları CH2-dir. Deməli, CH2 qədər fərqlənir və CH2-də əgər fərq 6-dırsa, deməli 3 karbonu var imiş ki, bu da -2 olub, 3 -2-yə vurub -6 edir, düzdür? CH2 qədər fərqlənir. Yəni 3 karbon qədər fərqlənir. Bizə deyir molekulun qeyri-polyar siqma rabitələrinin sayı. Yəni məsələn, birinə desək ki, C2H6, o biri 3 qədər fərqlənməlidir. Onlar C5H12. Düzdür? İndi bizə nə deyir? Siqma rabitələrinin sayı. Siqma rabitə ancaq qeyri-polyar. Baxın, qeyri-polyar siqma rabitə. Qeyri-polyar siqma rabitə karbon-karbon siqma rabitə deməkdir. Karbon-karbon siqma. Karbon-karbon siqmada karbondan 1 var. Bura eləyər 1, bura eləyər 4. Düzdür? Deməli, Z-imiz olar 1, T-miz olar 4. 4 ilə də 1-in fərqi eləyəcək 3. 229-da alkanların biri butandır, biri etandır. Tam yamasına əmələ gələn karbon qazının həcminin ikisində də AA-dır. Tam yamasına əmələ gələn suyun butanda 90 qramdır. Etanda nə qədərdir? Bizdən onu istəyir. Deməli yazıram 1C4H10, yəni butan. Bir də etan, yəni C2H6. C4H10-dan 4 karbon qazı və 5 mol su. C2H6-dan isə 2 karbon qazı və 3 mol da su alınır. İndi hər ikisi deyir A-mol götürülür, düzdür? Və sudan 90 qram alınır, butandakı sudan 90 qram. Bunu yuxarıda yazdım. İndi baxın, hər ikisi A qədər götürülüb. İndi biz tapmalıyıq ki, 90 qrama bilmirəm nə qədər butandı, A deyərəm, həcmi, 90-a A litr həcm butan, ancaq reaksiyanın özündə 5 mol su ilə 90 qram. 90 qrama da burada butanın həcmi 1 molda, 1 molda 22,4 litrdir. Deməli, A-mız da buradan çıxır uşaqlar 22,4 litr. Bu 22,4 litrsə, C2H6 da 22,4 litrdir, düzdür? C2H6-mız da 22,4 litrdir. Onda bunu biraz yuxarıdan yazsam, dəqiqə. Biz tapdıq 22,4. Deməli, o zaman C2H6-mız da 22,4 litr imiş. İndi 22,4 litrə bilmirəm neçə qram sudur. Amma reaksiyanın özündə 1 mol, yəni 22,4 litr etana 3 vuraq 18 qram, yəni 54 qram sudur. X-imiz da buradan eləyir elə 54 qram. Deməli, etana da yanında 54 qram su alınır. Əmələ gələn su 54 qrammış. 230-a baxaq.
Deyir molar kütləsi biri M-dir, biri M plus nə qədərdir? 14-dür. Molekulundakı hibrid orbitallarının sayı isə A və B-dir. Bizə deyir ki, B ilə A-nın fərqini tapın. Düzdürmü? B ilə A-nın fərqini tapmağımızı istəyir. Alkanların molar kütləsi uşaqlar nə qədər idi? 14N plus 2 idi. Necə tapdıq? CNH2N plus 2 idi. O da 14N plus 2 eləyir. Düzdür? 14N plus 2 eləyir. Hibrid orbital sayda nə qədər idi? 4N idi. Hibrid orbital sayda 4N idi və biz bilirik ki, alkanlar CH2 qədər fərqlənir. Düzdür? Qədər fərqlənir də düzdür. CH2. CH2-nin kütləsi həqiqətən 14-dür. Yəni 14 qədər fərqlənən CH2-dir. Məsələn, birini metan götürsək, bir də üzərinə CH2 gəlsək, CH4-ün eləyir CH6. CH4-ün hibrid orbital sayı 4-dür. Niyə? 4N-dir. Ümumi düsturumuz düzdür. Burada da karbon 1-dir. 4-ü 1-ə vurduq 4. CH6-da da yenə 4N, 4-ü 2-yə vurduq 8. 8-dən 4 çıxdı, deməli 4 qədər fərqləndi. Və yaxud da məsələn götürün C2H6, yenə üzərinə CH2 gəlin, eləyəcək C3 H8. Aha, CH8 götürülür. Burada da 4N-dir. 4-ü də 3-ə vuruq 12. Yenə 4 qədər fərqlənir. Yəni ümumiyyətcə bu 4 qədər fərqlənmiş oldu. Baxaq 231-ə. Nə deyir? Baxın, burada deyir propanın yanma reaksiyası. Biz propanı yandıraq. Yəni CH8-in üzərinə gələk oksigen. Bu zaman alınır karbon qazı və nə? Su. Əmsallaşdırırıq. Bura 5 düşür. Bura 3 düşür. Burada 4 düşür. İndi baxın. Burada görürsünüz 26,4 qram alınır. Alınanlar bir karbon qazıdır, bir də sudur. Hansının kütləsi çoxdur? Karbon qazının. Deməli 26,4 bizdə CO2-dir. Bu X-dan göstərilən sudur. İndi baxın. 26,4 qram 26,4 qram karbon qazı CO2 alınanda nə qədər su alınır bilmirəm, amma 3 mol CO2-də 132 qram CO2 deməkdir. 132 qram CO2-yə isə nə qədər su? 4 mol 4-ü vuraq 18-i 72 qram su eləyir. Düzdür? Buradan da X-imiz eləyir 14,4 qram. Cavabımız delədir 14,4 qram. Aha, baxaq 232-yə. Nə deyir? Tərkibində eyni mol sayda metan və propan olan qaz qarışığının tam yanmasına 18 mol karbon qazı alınmışsa, neçə mol su əmələ gəlir? Baxın, bir götürürəm metan, bir də götürürəm propan. Metan CH4, propan CH8 və bunları yandıranda karbon qazı birincidən və ikincidən. Birincidən 1 mol, ikincidən də 3 mol karbon qazı alınır. Hərəsindən deyir eyni qədər götürülüb. Yəni bundan da X götürülüb, bundan da. Bundan X götürəndə belə bundan X mol karbon qazı alınır. Bundan da 3X mol karbon qazı alınır. Düzdür? Ümumidə 18 mol alınıbsa, X-dan 3X-i toplayarıq. Bərabər elərik 18-ə. X-imiz da buradan çıxar 4,5. Düzdür? 4,5. İndi bizə nə istəyir? Neçə mol su əmələ gələr deyir. Düzdür? Buradan uşaqlar 2 mol su əmələ gəlir. 2H2O. Buradan da H8-dir deyə 4 mol su əmələ gəlir. Yəni bu olur 2X, bu olur 4X. Ümumi nə qədər su oldu? 6X oldu. Düzdür? 6-nı da vuraq 4,5-ə. 6-nı vuraq 4,5-ə eləyəcək 27. Bu da elədi 27. 232 yazdım elə. Bunun cavabını 232 yazmalıydım. Bu elədi 27. 233 də eyni qayda ilədir. Baxaq 234-ə.
Nə deyir? Deyir ki, bərabər kütlədə CH4 və O2 qaz qarışığı 3 moldur. Bax, CH4 oksigen qaz qarışığı 3 moldur. Tamam. Və qarşının tam yanmasına neçə mol su alınır? Yəni 3 moldursa bilmirik hərəsindən nə qədərdir. Ancaq bərabər kütlədədir. Yəni CH4-ün kütləsi 16 qramdır. Oksigen kütləsi 32 qramdır. Bərabər kütlədə olması üçün buna da 2 yazaram, bu da 32 eləyir. Buna da 1 yazaram. Yəni bu oldu 2 mol, bu oldu 1 mol. Düzdür? İndi bizdən nə istəyir? Bizdən istəyir qarşının tam yanması neçə mol su alınır? Ümumiyyətcə biz tapdıq 2 mol CH4-ümüz var, 1 mol oksigenimiz var. İndi yandırırıq. Deməli, biz CH4-ün üzərinə oksigen gəlir, alınır karbon qazı su. Əmsallaşdırsaq, yəni bax, CH4 nə qədərdir? 2. Oksigen nə qədərdir? 1. Reaksiyanı əmsallaşsaq, bura 2 düşür, bura 2. Reaksiyanın özündə CH4 1-dir, bu da 2-dir. 2-ni 1-ə bölürük 2, 1-i də 2-yə bölürük 0,5. Hansı azdır? Oksigen. Deməli, oksigen tam sərf olunur. Reaksiya tam sərf olunan əsasən aparılır. 1 mol girəndə bilmirəm nə qədərdir, amma 2 mol girəndə 2-dir. Elə cavabımız eləyir neçə? 1. Deməli, 1 mol su alındı. Cavabımız elədi 1. 235 də həmin qaydadadır uşaqlar. Baxaq 236-ya. 236-da nə deyir? Deməli, hibrid orbitalının sayı A-dır. Qeyri-hibrid orbitalının sayı da nə qədər verib burada deməli? A-8. Bu da A-8-dir. Bizdən də soruşur deməli. Birinci buradan x-i soruşur. Yəni, baxın görmən x nədir uşaqlar? Əvvəlcə bu A-8 ilə A-nın biz tənliyini aparaq. Bir dəqiqə bunu silək. İndi baxın. Hibrid orbital sayı A-dır. Yəni, alkanada hibrid orbital sayı neçə idi? 4 dənə idi. Düzdür? Qeyri-hibrid orbital sayı nə qədər idi? Qeyri-hibrid orbital sayı 2n plus 2 idi. Düzdür? Onda A-8'imiz də bərabərdir. Elə 2n plus 2-yə. Buradan n-imiz eləyir 5. Düzdür? Yəni, ümumi formumuz elədi C5H12. Buradan x-i soruşur. Uşaqlar, x burada karbon-karbon sigma rabitədir və yaxud da qeyri-polyar sigma rabitə sayıdır. O da 5-dən 1 sonra karbondan 1 vahid az 4 edir. Cavabımız elədi 4. Eyni şəkildə 237-də həmin qaydadadır. Baxaq 238-də. 238-də nə deyir? Baxın. Qaz qarışığı deyir. Biri CO-dur. Mol sayında deyir ki, hər ikisində A qədərdir. Tam yanı məhsul 4A-dır. Suda nə qədərdir yenə? 4A qədərdir. Bax, bu da 4A-dır. Bu da 4A-dır. İndi alfa-dik X karbohidrogenin molekulunda rabitənin ümumi sayını tapın deyir. Düzdür? Bir yazaq CO-dan alınan CO2. Düzdürmü? A moldu elə. Bax, 1 CO-dan 1 CO2 alınırsa, A mol CO-dan da A mol CO2 alınır. Düzdür? CO2 tapdıq ki, A-dır. Onda qalanına da 3A qədər də digərinə qalır. 3 CO2 də digərinə qalır. 3 CO2 də bundan alınıb, 4 su da bundan alınıb. Düzdür? Deməli, o zaman burada 3 karbonu var imiş, C3 imiş. 4 dənə 8 hidrogen də var deyə H da 8 imiş. Düzdür? C3H8 tapdıq. İndi bizdən nə istəyir? Burada görsənmir. Hansı rabitələrin sayını istəyir? Görsənmir. Amma bizə deyir alfa-dik X karbohidrogenin molekulunda rabitənin ümumi sayını tapın deyirsə, rabitə sayını deyirsə uşaqlar 8 ilə 3-ü toplayarsınız. Tamam mı? Ümumi rabitə sayını tapanda
Biz toplayırıq, bir vahid çıxırıq, düzdür? Yəni 1 çıxsaq əgər 8 ilə 3 toplanır 11, bir də çıxırıq eləyir 10. Cavabımız 10 eləyər 10. İndi baxaq biz 239-a. 239 da həmin qaydadadır. Burada isə bir dənə fərq odur ki, uşaqlar, qeyri-hibrid orbitalların sayı istəyir. O da 2n plus 2-dir. Hidrogen sayını götürür uşaqlar. Yəni tapın oradan və vurub üzərinə 2 gəlməklə tapa bilərsiniz.